Salam, 25 may Beynəlxalq qalxana bənzər vəzi xəstəlikləri günüdür. Bu gün mən qalxanvari vəzi xəstəlikləri içərisində düyünlü zob barəsində insanlar arasında yayılmış 6 yanlış fikir barəsində məlumat verəcəm. Birinci, düyün varsa mütləq müalicə təyin olunmalıdır. Lakin beynəlxalq protokollara əsasən, American Thyroid Association protokollarına əsasən düyün sadəcə nəzarətə götürülməlidir. Yəni müalicə təyin etməyinə ehtiyac yoxdur. İkinci, düyün varsa mütləq hormonlarda dəyişiklik olmalıdır. Bu mütləq deyil, yalnız 3% halda biz hormonal analizdə hər hansı bir dəyişiklik görə bilərik. Üçüncü, düyün varsa biopsiya olunsa bu yayılacaqdır. Xeyr, bu səhv fikirdir. Düyünün mənşəyi barəsində hər hansı bir fikir əldə etmək üçün biopsiya çox vacibdir. Çünki nə ultrasəs müayinəsi, nə də qan analizi bizə düyünün mənşəyi barəsində məlumat vermir. Həm də əgər düyünün ölçüsü 1,5 sm-dən yuxarıdırsa, biopsiya mütləqdir. Əgər düyünün ölçüsü 1 sm-və bərabərdirsə və şübhəli əlamətlər varsa, yenə də sizi biopsiyaya göndərə bilərlər. Dördüncü, düyün varsa mütləq əlamətləri olmalıdır. Əslində isə çox zaman rutin müayinə zamanı biz təsadüfən düyünləri aşkarlayırıq. Beşinci, düyünün ölçüsü böyükdürsə bu təhlükəli düyündür. Düyünün təhlükəli olub-olmaması düyünün ölçüsündən asılı deyil. Düyün kiçik ölçülü ola bilər, lakin təhlükəli düyün ola bilər. Altıncı, düyün varsa çox zaman pasientlərdən eşitdiyimiz söz doktor müalicə təyin et, bu düyün sorulsun. Yadda saxlayın, düyün həqiqi düyündürsə o sorulmayacaqdır. Biz düyünü nəzarətə götürə bilərik, sadəcə onun ölçülərini dinamikada izləyə bilərik və əgər düyünün ölçüsü 4 sm-ə bərabər və yaxud yüksəkdirsə, cərrahi müalicəyə göndərilə bilər.